Buraxılışımız davam edir. Bakı-Sumqayıt sərnişinləri məsləhətdir ki, ekrana yaxın əyləşəsiz. Növbəti reportajımız bu iki şəhər arasında hərəkət təmin edən ekspres avtobuslarla bağlıdır. Sərnişinlər avtobusun fəaliyyətindən niyə narazıdırlar? Əməkdaşımız Vüqar Alışov araşdırıb izləyək. Bakı-Sumqayıt ekspres avtobuslarının fəaliyyətindən razısınızmı? Xeyr, yəni özünüz görürsünüz də, yarım saatdır biz gözləyirik. Yəni sanki bir loteriya kimidir. Kim qabağa düşdü, minəcək. İkinci növbəyi saat 7-in yarısı dərsdən çıxırıq. Bura gəlib çatana qədər saat 8-in yarısı olur. Bundan sonra da minmək olmur avtobusa. İndi gördüyünüz kimi hazırda növbədir. 2 avtobus buraxmışam. Yəqin ki, bundan sonra birini də buraxacam. Hazırda biz 20 yanvar metro stansiyası ərazisindəyik. Yarım saata yaxındır ki, Sumqayıt istiqamətində hərəkət edən ekspres avtobusları gözləyirik. İntervalı 8-10 dəqiqə olan avtobusun bu qədər gecikməsinə səbəb nədir? Hər gün səhər mən işə 10-15 dəqiqə gecikirəm. Neçə avtobusu buraxırsınız? Elə olur 3, elə olur 4. Sumqayıt avtovağzalında da eyni vəziyyət müşahidə olunur. Bakı istiqamətində hərəkət edən ekspres avtobusların sayı artan sərnişin tələbatını ödəyə bilmir. Hətta vəziyyət o yerə çatıb ki, əksər vaxtlarda ekspres avtobuslar yalnız ilk və son dayanacaqlarda dayanırlar. Digər dayanacaqlardakı sərnişinləri götürə bilmirlər. Nəticədə sərnişinlər uzun müddət dayanacaqlarda gözləməli olurlar. Çox olanlar dayanır, boş olanlar da. Prosto yer olmur da, biz 48 nəfər minirik, ayaq ustadan mindirmirik. Ekspertlərin fikrincə, artmaqda olan sərnişin tələbatını ödəmək üçün avtobusların saylarının artırılması mütləqdir. Ayna tərəfindən belə bir göstəriş verilib, tənzimləmək məqsədi ilə ortadakı insanları götürmək üçün başlanğıc nöqtədən boş avtobuslar buraxılır xəttə. Amma təbii ki, bunların sayı azdır, pik saatlarda sıxlıq yaranır. Əgər avtobus marşrutu üçün dayanacaq müəyyənləşdiribsə, mütləq orada dayanmalıdır. Ya ekspres avtobuslarda ayaqüstü hərəkətə də imkan verilməlidir. Çünki bildiyim qədərilə ayaqüstü hərəkət orada qadağandır, konstruksiyada nəzərdə tutulmayıb. Amma elə avtobuslar buraxmaq olar ki, həm də ayaqüstü hərəkət eləmək imkanı olsun. Məsələ ilə bağlı Ayna ilə əlaqə saxladıq. Bildirildi ki, əlavə 3 avtobus Ceyranbatan qəsəbəsi sakinlərinin 20 yanvar metro stansiyasına daşınmasını təmin etmək üçün ayrılıb. Bundan başqa, Sumqayıtdan Bakı istiqamətinə Ceyranbatan qəsəbəsindən keçən 502 və 509 nömrəli, həmçinin Ceyranbatan Xocasən metro stansiyası istiqamətində hərəkət edən 505 nömrəli avtobus da sərnişinlərə xidmət göstərir. 594 nömrəli xəttə 28 avtobus, 595 nömrəli xəttə isə 11 avtobus sərnişin daşımaya cəlb olunub və ümumilikdə 40-a yaxın avtobus 7-10 dəqiqə, pik saatlarda isə 5-8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Qeyd edək ki, ekspres avtobuslarda ayaqüstə sərnişin daşıması üçün konstruksiya nəzərdə tutulmadığından salonda boş oturacaq olmadığı təqdirdə aralıq dayanacaqda saxlanmır. Görünən odur ki, sözügedən istiqamətdə yaşanan problemlər hələ bir müddət davam edəcək. Vüqar Alışov, Elvin Qəhrəmanov, Sənan Əliyev, Elnur Orucov, ASTV Xəbər.